Hər kəsə salam. TikTok ilə Ləman Vəliyeva vəkil Orxan Rasifoğluna müsahibə verdi. 7 ildir TikTokdayam. Çoxlarının gözünə batıram. Gəlin həmin o videonu izləyək. Videonu bəyənib kanala abunə olmağı unutmayaq. Biraz əsəbiydim açıq, sağ olsun sizin uşaqlar gəldilər. Bu vaqadan əsəbiydim, vaqa çox böyük hörmətsizlik elədi mənə qarşı. Mən yenə bu platformada eləmədiyim yayıncıya yaxşılığı mənim vaqa eləmişəm də, vaqanın ailəsinə bilə. Yəni kütləsi var idi, bir dəfə ağız açdı. Dedim ki, mənim səhifim yaman gündədir. Mən çünki xəstə bir dənə xanım paylaşıram. Bilməm, ona görə çox şeylər gəlir. Amin, amin. Allah lənət eləsin o hakimə ki, yaman günə qoy, gül kimi ayparsınız qızım. Özü dedi ki, gələcəm, baxıram, görəm Baharla oynayır. Bu da təzə bir şey çıxıb, Baharda kimi. Atasına yığdım ki, bəs şeydir, lazım ki, mən də, o məndən 12 yaş balacadır, indi hər dəfə durub mən yığmam ayıbdır. Yığıram da qız götürür, özüm utanırım. Maşallah, hamısında meneceri var. Mənə sonra dedi ki, sonra verdi telefonu Vaqaya, dedi ki, bəs belə. Mən birdən sonra, telefon yenə 12-dən sonra məndə olur. Demək, yaxşı. Talış, 12 yığıram, qız götürür. Dedim, yox, prinsipi yığacam. 1 oldu, qız götürdü. 3-də yığdım, qız götürdü. 4-ün yarısı iminnoy, yığıram, götürmür. Dedim, yaxşı. Girirəm canlısan, baxıb görürəm ki, deyir, uşaqlar, 6500 nəfər. Keçin Bahara, takip atın, onun bəyənmə, ən az 2 milyon eləməsi, bax, sizdən deyəcəm. Necə pis olmayan mən. Bax, mən necə pis olmayan. Bu platformada kim bilirdi ki, o anası xərsən xəstəsidir. Onu mən abşirik elədim. Bu platformada kim bilirdi ki, onun bank borcu 35 mindən çoxdur. Mən abşirik elədim. Hüquq mühafizə orqanlarına mənim vasitəmlə elə səslənirdi, valideynləri. Mənə yer eləməsin, neynəsin? Yenə sağ olun ki, eləmişsiniz. Yəni, səndən mən nə istədim? Bu nədir ki, 1 milyon tıklama nədir ki, sənin 6500 kütlən var da. Allahım da olsun, mənim əlimdə olsa, elə deyəm ki, uşaqlar, tabii, gedin də Ləmana tez, vurun gəlin. Çox sağ olun. Pul demirəm ki, mənə getircimə pul qoy. Biz bayaq oyundaydıq, dedilər, biz dedik gedin. Prosta 4-də oynayırıq biz hər gün, bilirsiniz də, PK-mız olur. Başa bəla 4-dümüz. Əski üstüsürürsünlər. Ona görə. Ay Orxan bəy, siz belə buna nə fikir bildirirsiniz? Deməli, biz canlı aparıq 4 olaraq. Mənə elə gəlir ki, biz yəni o dərəcədə necə deyərlər, etikadan kənara çıxmırıq da. Yəni normal canlılarımızı və əyləncə. Bu TikTok bizə əyləncə platforması tələb eləyir. Amma dırnaq arası bəzi yayınlara baxsaq, yəni o yayınlar özünüz də görürsünüz ki, kənardır da, mədəniyyətdən kənar canlılardır. Yəni onlar dura-dura bizim canlılarımız niyə bu qədər gözə batır? Bax, Ləman, mən bir söz deyəcəm də. Mən deyirəm ki, burada jeton nəyin müqabilində atılmalıdır? Biz əyləncə deyiriksə, əyləncəli, məsələn, yayımçılar olmalıdır. Məsələn, Arif Bakinskidən nə əyləncə var ki, məsələn, Arif Bakinskiyə hədiyyatı? Arif Bakinski sırf PK aparır. Yəni, biz necədə əyləncə platforması deyiriksə burada, əyləncəli bir şey yaradılmalıdır da. Məsələn, mənə atılmalıdır. Nəyə görə? Mən insanları informasiya ilə təmin edirəm. Qardaş, oturmuşsan evində. Sən nə bilirsən ki, Yasamariyanın bir Seyidov küçəsində yerləşən çox mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Tembol özümün saytım var mənim. Mənim xəbərlər lapdan da lap birinci gəlir. Və 3 nəfər həlak olub. Həlak olanlarda bir də vəkil dostumuzun övladıdır, 7 yaşdır. Arvadıyla da, yoldaşıyla da, digər uşağı da reanimasiyada. Pirus 20 nəfər də zəhərlənib, hamısı toksikologiya yerləşdirilib və aləm dəyib bir-birini. Bax, siz evdə oturmuşsunuz, siz onlardan hardan? Mən vasitəmə. Bu da mənim xidmətimdir də. Yəni, hər bir kəsin bir şeyi var. Burada da insanlar belə qoyub və yaxud da şəkil qoyub, arxasını belə reklamlı şəkil qoyurlar. Onlar atılma, Allahsızlıqdır da. Bax, müzakir olunası onlardır. Onda görə siz də PK eləyərsiniz də, Orxan bəy.
Yox, mən PK eləyirəm, PK eləmək. İndi belə qısmasın, informasiyadan sonra PK eləyirəm də. Amma ən azından deyirəm ki, mən bunun müqabilində, məsələn, Roşkanın məhkəməsinə artıq getmirəm. Nəyə görə? Çünki gəldə məni lağlaq elədilər. Bəni sev istəyir, layiq, bəs onu mənim haqqımda istəmir. Bəs mən üz üstürəm, mıx kimi dayanırım, beylimin da sümüyü ağrıyır. Mən dayanırım orada təbəyyüm. Bin getdi. Yox, canınız sağ olsun, Vindi də. Əlbəttə, mənim üçün. Yəni mən otururum orada, yəni insanları virtual olaraq özünü artıq Bakı Ağrı Məhkəməsinə hiss edir. Necə futbolu kommentator şərh edir, mən də elə. Bəyənsiz bir şeydir ki, bu like nə olacaq, mən lağlıq edəcəm. O yerdə getmirəm, gəlib soruşurlar. Bax, indi yoxam da, çıxsın da, bir nəfər çıxsın məhkəmə jurnalisti, yaxşı, geçsin məhkəməsinə versin də, 3 proses keçirilir. Yoxdur. Çünki sistemi bilən yoxdur. Düzdür. Hoş verin Orxan bəy. Elə şeyləri kafamıza takmayın. Ona qalsa valla mən 7-ci ilə, Luna öpürəm səni. 7-ci ilə keçirəm ki, bu TikTokdayam. Allah hamını ruzsun versin. Məndən sonra gələnlər, 150 nəfər, 50 nəfərdən oturanlar sıralamanı partladır. Amma mənə 500 manat hədiyyə gələn kimi başlayırlar. Filan şeydir, bəs mən şeydir. Çünki niyə? Mən göz qabağındayım və mənim kütləm var. Amma gedib kütləsi olmayanlara nəzər eləsəz, nələr var. Biz göz qabağındayıq deyək, gözə tez batırıq, maalesef. Amma o qədər gözə batılası burada insanlar var. Niyə gözə batırsan səncə? Gözə batıram çünki göz önündəyəm. Mən belə düşünürəm. Demək, bu cəmiyyətdə belədir də. Mən də məsələn, mən də həmkarlar arasında bəyənilməyən şəxsəm. Savadı 0 səviyyəsində olan insanlar bəyənmir. Bəlkə də mən də onlardan artığam, onlardan çox irəlidəyəm. Bəlkə də buna görə bu paxıllıqdır. Paxıllıq olar da, başqa nə olar? Yox. Məsələn, indi Baboşda məsələn ölmüşdü səhifə. Yəni biləm onun canlısı zəif idi. Məsələn sən Yox, Baboşda normaldır. indi normaldır da, amma əvvəl o qədər də normal deyildi. Məsələn may ayında o qədər də normal deyildi. Apreldə bir o qədər də yaxşı deyildi. Baboşda elə sonradan elə birdən-birə. Bəlkə də aktiv yayım eləmirdi, yoxsa PK oynamırdı. Mən sizə bir söz deyim də, bir də mən bunu deyim. Bəzi insanlar bilmir, biz yayınçılar bunu bilirik. Biz ikili elirdiniz martda o bir nəfərlə. Bax, onda sizin, yəni Baboşun onda canlısı yox idi ki, 1500-2000 ancaq olurdu. Bax, Orxan bəy, mən sizə bir söz deyim. Bax, səhifədə belə bir şey var. Səhifələr bəzən səhifələrə daimi şəkildə spam atırlar. Paket deyilən bir şey var. Vururlar və səhifə çöküş yaranır. Səhifə olur ki, bir aya, səhifə olur bir həftəyə, səhifə də olur 1-2 aya özünə gəlir. Baboşun da səhifəsi bağlanmışdı, başqa bir səhifə götürmüşdü. O səhifənin də səhifədən səhifə olur ki, alqoritmə düşməyi biraz vaxt aparır. O gəlib yazırlar, canlının düşdü, nə gündəsən, nə bilim nə. Onsuz da burada canlı düşüləcək deyə bir şey yoxdur. Niyə? Çünki bəzi yayınçılar var ki, burada üzü tanınır. Ən azı 4K-dan, 3K-dan aşağıdan baxmayacaq. Ən azı ha. Yəni o səhifə düşüb falan, o alqoritmdə olan bir şeydir. O səhifədə problem ola bilər, başqa heç bir şey. Məsələn, indi Balqan səhifəsində niyə adam çoxdur, əvvəl az idi? O kayıtlar ola bilər. Bir də gördünüz ki, onda da olmadı. Bax, qızla oğlan canlıları alqoritmi daha tez götürür. Məsələn, maraqlı olanda, gülməli olanda, əyləncəli olanda. O da ki, bir müddət olan bir şey. Biri var trend olasan, biri var brend olasan. Brend nədir? Daima gündəmdə qalırsan. Trend də odur ki, bir müddət. Bir mahnı ki, bir ay zad gedir, sonra ki, düşür. Əsas odur ki, stabil o canlını saxlaya biləsən. MK-da da elə idi. Deyəsən, o qızın adı nədir? O Sevinc idi. Məsələn, onların canlısı məsələn çox idi izləyici. Hamı özünə görə yayın aparır da burada. Hər kəs özünə görə yayıncıdır. Məsələn, mən əvvəl yardımlar eləyirdim. Görürdünüz də, qoşurdum. Məsəl üçün, qoşuram, bilirsiniz də bir müddət
qoşa bilmirəm. Deyirlər ki, ay filan şey, ay bəs mən şey. Birincisi ona görə qoşmuram ki, açıq-aşkar danışıram. Deyirlər ki, sən oradan götürüb cibvə qoyursan. Mənə də şeylər də qazıram mən qoşanda mənə Yaxşılıq də elədiyim halda mənə deyirlər götürüb cibvə. İkincisi də ki, mənim həyatımdakı insan mənə icazə vermir. Deyir eləmə, eləyirsən, olursan pis. Niyə görə? Ben bir neçə dəfə yığdım, izləyicilərim də Allah şahidi. Qayıtdılar, dedilər ki, hə, yarısını qatdalayıb qoyursunuz cibinizə. Hamdollah Allaha bir manat belə cibimə qatdalayıb qoymamışam. Allahım da şahiddir. Amma yardımın da bir dərəcəsi var da Orxan bəy. Gəlirlər hər dəqiqə. Buradakı izləyicilər də stabil insanlardır. Günə 15 manata, 20 manata işləyən insanlardır. Onlar da hər gün biz burada yardım yığsaq çox maraqsız olar. Birinə deyilib, birinə eləməyəndə başlayırlar səndən inciməyə, küsməyə. İnsanlar da başa salmaq olmur ki, belə şeyləri ayda bir dəfə, ayda 2 dəfə maksimum eləmək olar. Çünki bura yardım fondu deyil də, bura əyləncə platformasıdır. Hələ qarğış da eləyirlər. İndi biz burada danışırıq, amma pərdə arxasını görən yoxdur. Nələr deyirlər, Allah hamd olsun. Qatdalayırsınız, cibinizə qoyursunuz. Nə bilim, 5'in yığırsınız, 5'in cibinizə qoyursunuz. 5'in nə bilim filan şey eləyirsiniz, əlbirsiniz, nə bilim filan şey. Baxırsan adam belə yaxşılıq da eləmək istəmir. Allah hamd olsun ki, oturduğun yerdə şərə böhtana düşürsən. Sizin bu dörtlüyü niyə bəyənmir? Məsələn, Zverin sizlə bağlı pretensiyası nədir? Səncə? Valla mən bilmirəm ki, onun pretensiyası nədir. Baş aça bilmirəm ki. Mən söhbətlərə qarışmaq istəmirəm ümumiyyətlə. Ümumiyyətlə, belə söhbətlər olmasa lap yaxşı olar ki, olmasa lap əla olar. Amma indi olur da, mən neyniyə bilərəm. Bir ara mənlə də pis idi onun arası. O vaxtı mənə nələr o vaxta görə. İndi də belə normal deyil. Prosto mən əvvələ baxanda, indi mənə bəziləri qınır ki, sən niyə artıq söz demir. Valla mən də deyirəm ki, vaxtında mənə o nələr deyəndə heç mənə dediklərini heç kəsə demirdi burada. Məylə şeylərə qarışmaq istəmirəm. Mən də qarışmıram. Amma belə şeylər olmasa lap yaxşı olar. Çünki platforma əyləncə platformasıdır. Bura əyləncə yeridir. TikTok bizdən əylənməyi tələb eləyir, gülməyi tələb eləyir, əylənməyi. Bura qazanc yeridir. Hamının hərə bir yerdən çörək pulsun qazanır, biz də buradan qazanırıq. Canı sağ olsun Sofiya. Nə qədər izləyirlər sizi ümumiyyətlə bu dörtlüdə? Sako deyəsən dedi o günə 27.000 adam var idi. Olur da, olanda olur. 20 olur, 27 olur. Hacı Şahinin fanı çox sağ ol. Olur. Mən Sakonun özünü dedim ki, maraqlı şeylər elə. Cəzalar, zatlar, belə şeylərə fikirləşirlər. O maraqlı olsun. Əyləncəli və maraqlı. Ben mesela o həmişə deyirəm, özünə deyirəm ki, o heç yadıma çıxmaz da. O sifətlərini kömrü eləmişlər, nə eləmişlər Allah, ikisi bir yerdə. Gedib subsat içirdilər, nə edirdilər, bax. Maraqlı bir şey. 9 dənə gün, TikTok'un əvvəli lap maraqlıydı. Dizayı çıxıb biraz. Məsələn, gelib mağazada bir satıcılıq eləyəsən, nə bilim. Eləyirik, elə şeylər də eləyirik. Baboşlar. Baboş deyilsin də, baboş da baxılır da. Mənə gəldi bir-iki adam listədi. Yəni qardaş, adamı bəyənmirsin, amma adamın canlısında yatmışsın bütün gün. O adam da sizə yalvarmır ki, mənə hədiyyə atın. Yox, onda elə şey yoxdur. Yaman səndən, ay qız, məndən nə söz alacaq? Elə bir mən uşaq adamıyıq sizdə qızlar. Məndən nə söz alacaq? Söhbət edirik də. Mən kim uşağam? Mənim 33 yaşım var. Dünənki uşağam mən. Soruşaram sözlə. Söz almaq uşaqlara aiddir. Nə bilim, bu təcrübəsiz, qorxaqlara aiddir. Sözü məndən al. Hər şey göz qabağında. Hacı Şahinin fanı çox sağ ol. Dörtlü süperdi, bəli. Çox sağ olun uşaqlar.
Eləsin də, bax indi kənd həyatı. Bir dənə məsələn onun kimi də eləsin də. Bax mən Bakı Ağrı neçə vaxtı getmirəm. Nə qədər də Bakı Ağrıda proseslər. Çıxsın da bir dənə Orxan Rasifoğlu'nun başqa bir variantı çıxsın. Məni kölgədə qoysun. Yoxdur da, deməli yoxdur. Demək kasatlıq var. İndi çıxsın da bir adam çıxsın kənd həyatından. Babaşı qoysun kölgədə. Deməli onun yaratdığı konsepti yaradan yox. Siz necədir Orxan bəy? Hər kəsin yadınıza saxlayın. Heç kəsin bəzən deyirlər hər bir insan əvəz olunmaz insan yoxdur. Xeyr. Əvəz olunmayan insan yoxdur. Bu düz söz deyil. Hər kəsin öz yeri var. Mənim öz yerim var. Onun öz yeri var. Başqası. O elə sevilib, onu elə sevirlər. Onu elə qəbul edib. Onu kimsə gəlib özünü oxşatsa belə süni görsənəcək. Mən məsəl üçün belə tanınmışam. Söhbətlərimlə, maraqlı ideyalarımla. Mənim yerimi kimsə verə bilər? Yox. Mənim öz yerim var. Kimsə gəlib məni kimi davransa süni çıxacaq. Hər kəsin bu TikTok platformasında öz yeri var. Heç kəsin yeri verə bilməz. Türkçədə ən çox danışan kimdir? Elbir Sako idarə edir, sanki deyir. Ən çox danışan odur. Aktiv odur da. Odur, mənəm. Baboş bəs? Əyləncə yaradan baboşdur. Danışan mənəm. İdeyalarımızdan ən maraqlı ideyalar Sakodur. Saadət də hələ biraz təzəddiyi öyrənir də. Belə. Amma ən çox əyləncə yaradan baboşdur da. Yəni açıq-aşkar ortadadır da. Mırtdır. Heç nə belə. Çox sağ olun. Gecəniz xeyrə. Sağ olun. Siz də sağ olun. Sizdəki söz alır, söz alır. Dünənki uşağam mən. Məndən niyə söz alsın ay uşaqlar? Söhbət eləyir də. Mən ağzımdan çıxartdığım kəlmə, danışdığım sözlər çox yaxşı bilirəm. Nə danışıram, harada danışıram, necə danışıram. Gözəlimdir.